Bircə misal çəkirəm sizə. Bizim Tibb Universitetində Balakişiyev 4 tomdan ibarət, 4 cilddən ibarət kitab yazır. Anatomiya kitabı. İzləyici suallarımız var. Suallar artır. Biz yenə sizin söhbətinizə qayıdacağıq. İnsanı, uşağı vətənpərvər yetişdirmək üçün ailədə nə eləmək lazımdır? Mən sizə bir şey deyim, açıq deyim. Bizim ailədə nə atam, nə anam məni vətənpərvər böyütməyiblər. Mən kənddə olmuşam. Məni vətənpərvər edən institut müəllimlərim olub. İnanırsınız, and olsun Allaha deyərdim mən. Mən institutda oxuyarkən o müəllimlərin yarım saat priv olur, tənəffüs olur. O tənəffüsündən istifadə edirlər, onu yazıqlar siqaret çəkməyə də qoymadı. Deməli, görün olur, Sovet dövlətinin yeni gələn vaxtlar olub. Bunlar hamısı müəllimlər gedərmiş bağlara. Özdə bunu təşkil edən kim imiş bilirsən? Filosof olur, Heydər Hüseynov adında bir filosof olub. Deməli, Üzeyir bəyə tapşırmış ki, sən məsəl üçün bizim musiqimizə nəzarət elə. Hərəni bir şeyə nəzarət eləməyə qoyurdular. Demək istəyirsiniz ki, yəni insanı əslində cəmiyyət daha çox olur. Cəmiyyət, bəli, cəmiyyət və institut müəllimləri, əsas institut müəllimləri tərbiyə edir. Ata, ana da nəyi tərbiyə edilər? Küçəmizi təmiz saxla, buraya zibil atma ginən, bax bu vətən bizimdir, bunu qorumaq lazım. Mən bircə şeyi aşılayıram, millətimə onu deyirəm ki, bu dövlətə, bu millətə, bu xalqa sahib çıxmaq lazımdır. Rəşid müəllim, izləyicilərimizdən biri sizə hər tərəfli suallar gəlir, hər barədə. Əslində siz cəmiyyətin güzgüsü olaraq adlandırırlar, belə görürlər. Deyirlər, təhsilimizin indiki səviyyəsindən razısınızmı? Gündə bir islahat qəbul olunması ilə razısınızmı? Xanım, mən sizə bununla əlaqədar bir Space kanalı var idi. Space kanalının bu, deməli, radyo səsinin başçısı mənə zəng edib, deyir ki, tibbdə çoxlu insanlar ölür həkimlərin əlində. Mən istəyirəm ki, onu araşdıram, görəm həkimlər niyə öldürür bunları. Dedim, siz bunu araşdıra bilməyəcəksiniz. Dedi, niyə? Dedim, çünki dövlətin dövlət olmaq üçün 3 atribut lazımdır. Himndir, bayraqdır, bir də gerbdir. Bundan başqa 3 dənə doktrinası olmalıdır. Vayenna haqqında doktrin olmalıdır, səhiyyə haqqında doktrin olmalıdır, bir də elm və təhsil haqqında doktrinadır. Bax, məsələn, Misir Mərdanovu çıxartdıq, yerinə təzə təhsil naziri qoyduq. Təhsil naziri gələn kim dedi ki, mən 2 alan uşaqlara da diplom verəcəyim, verdilər də. Məni qoysalar, mən dərdim ki, mən yalnız 5 alanlara atistat verəcəyim. 5 almanlara atistat verməyəcəm. Belə şey yoxdur. Bir qanun olmalıdır, bir doktrina olmalıdır, o yolla gedilməlidir. Bir eksperimental bizim zadımız var. İndiki təsirdən mən açıq deyirəm, hələ tam razı deyiləm, amma təhsilimiz mükəmməl olmalıdır. Mən o kitabda yazmışam ki, Tibb Universitetində yüksək keyfiyyətli həkim kadr hazırlamaq üçün 5 şərt ödənilməlidir. Bu şərtlərdən birincisi, mükəmməl müəllim hazırlamaq lazımdır. Mükəmməl müəllim, savadlı, uzman, öz sənətini bilən müəllim, mənə nə professor lazımdır, nə akademik, nə dosent, heç açı lazım deyil. Sənəti, fənni bilən, mənim bu ilmi bilən, bu tələbədə maraq yarada bilsin, oyatsın ki, bu ilmi bilməsən səndən həkim olmaz. Üçüncüsü, müasir avadanlıq lazımdır. Dördüncüsü, mükəmməl laboratoriya lazımdır. Bir də mükəmməl yazılmış bir kitaba ehtiyac var. İndi kitab oxumurlar, kitab oxumaq lazımdır. Biz deyirik Amerikada hamısı metroda kitab oxuyur. Bizimkilər oxumurlar, oxusa çatacaqsan, oxumasan çatanmərsən.